Salam, hər vaxtınız xeyir dostlar. Deməli, biz 2024-cü ildə keçirilmiş ikinci qrupların birinci cəhdinin sualların izahına baxırıq. Deməli, sualı yazmaq üçün 4 sinus 2x üstəgəl 2 vur kosinus 4x. Biz kosinus 4x-i uyğun şəkildə açmalıyıq. Yəni, bunun üçün də bizə bu lazımdır. Kosinus 2x-in 3 cür düsturu var. Bizə lazım olan düsturu 1 çıx 2 sinus kvadrat x. Yəni, bu sualda bizə bu düstur daha əlverişlidir. Ona görə burada olacaq 1 çıx 2 sinus kvadrat 2x. Yazsaq yerinə 1 çıx 2 sinus kvadrat 2x bərabər 3. Bu tənliyi başlayaq həll etməyə. Bunları silim. 4 sinus 2x üstəgəl 2 çıx 4 sinus kvadrat 2x çıx 3 bərabər 0. Burada deməli 4 sinus 2x 2-dən 3 çıxsam mənfi 1 çıx 4 sinus kvadrat 2x bərabərliyin hər tərəfini mənfi 1-ə vursam 4 sinus kvadrat 2x çıx 4 sinus 2x üstəgəl 1 bərabər 0. Diqqətlə baxsaq, görürük ki, bu müxtəsər vurma düsturunun açılışıdır. Bunu bağlasaq belə, bu cür olacaq. Buradan da aydın məsələdir ki, əgər bir ədədin kvadratı 0-sa, deməli ədədin özü 0-dır. Buradan sinus 2x-i tapsaq, bərabər olur 2-də 1-ə. Trigonometrik tənlik aldıq. Tənliyin də həlli mənfi 1 üstü k vurulsun 2-də 1-i aldığı qiymət, yəni pi böl 6, yəni 30 dərəcə üstəgəl pi k. X-i tapsaq, mənfi 1 üstü k vurulsun pi böl 12 üstəgəl pi k böl 2. Bizdə aydın məsələ ki, burada k tam ədədlərdir. Biz k-ya qiymətlər verərək tənliyin kökünün 0 dərəcə 90 dərəcə intervalına düşən həllərini tapıb cəmləyəcəyik. K-ya ilk növbədə 0 versək, x bərabər mənfi 1 üstü 0 vur pi böl 12 üstəgəl pi vur 0 böl 2. Mənfi 1 üstü 0 1 eləyəcək. 1-i pi böl 12-yə vursaq oldu pi böl 12. Pi-ni burada 0-a vursaq bu da 0-a gedəcək. Yəni qaldı pi böl 12. Bu da bizə 180 dərəcə böl 12 verir. Bunu da bölsək bizə verəcək 15 dərəcə. 15 dərəcə baxırıq ki, bu intervala düşür. Deməli, bir kökümüz budur. İndi k-ya mənfi 1 verək. Aydın məsələdir, mənfi 1 versək, parçadan uzağa düşəcək, intervaldan daha doğrusu uzağa düşəcək. Pi böl 12 üstəgəl pi vur mənfi 1 böl 2. Mənfi 1-in üstündə mənfi 1 elə mənfi 1 verir. Mənfi 1-i pi böl 12-yə vursaq mənfi pi böl 12. Mənfi 1-i pi-yə vursam burada olacaq mənfi pi böl 2. Burada da mənfi ədəd alınır. Yəni, bu intervala düşmədiyi üçün bu kök olmayacaq. İndi k-ya 1 verirəm. Ona görə də daha mənfi qiymətlərə getmirəm. Yəni, mənfi 2 k-ya verməyə ehtiyac yoxdur. 1-2 daha da yəni, sola gedəcək, sola doğru. K-ya 1 verdik. X bərabər mənfi 1 üstündə 1 vur pi böl 12 üstəgəl pi vur 1 böl 2. Mənfi 1-in üstündə 1 elədi mənfi 1. Mənfi 1-i pi böl 12-yə vursaq elədi mənfi pi böl 12. Üstünə gəlsək pi böl 2-ni. Pi böl 2-ni də dostlar necə yaza bilərik? Elə birbaşa məxrəcin 12-yə gətirmək üçün 6-ya vuraq. Olacaq 6 pi böl 12. Bunun da cavabı bizə verəcək müsbət 5 pi böl 12. Pi böl 12-ni bayaq hesabladıq. Deməli 15 dərəcədir. 15-i də 5-ə vursaq olacaq 75 dərəcə. 75 dərəcədə bu intervala düşür. Bir kökümüz də budur. K-ya 2 versək dostlar, baxaq burada. K-ya 2 versək, 2-lər ixtisar gedəcək. Pi alınacaq burada. Pi-nin də burada da 2 olsa, müsbət 1 olur bu. Pi üstəgəl pi böl 12, yəni 90 dərəcədən böyük ədəd verəcək. Hətta 180-dən böyük ədəd verəcək deyə. Ona görə k bərabər 2-ni də hesablamağa ehtiyac yoxdur. Yəni köklərimiz 15 dərəcə və 75 dərəcədir. Bunların da cəmləsək 90 dərəcə gedir. Cavabımız olacaq B variantı. Davam edirik ikinci sualla. Qabarıq altı bucaqlının daxili bucaqlarından 3-ü 140, 150, 160, qalanları isə 2 böl 3 böl 4 nisbətindədir.
Bu altıbucaqlının ən kiçik bucağını tapın. Dostlar, biz birinci ümumiyyətcə qabarıq çoxbucaqlının daxili bucaqların cəmin düsturunu bilməliyik. Bu düsturla hesablanır. Əgər bizdəki fiqur altıbucaqlıdırsa, onda n-in yerinə 6 yazırıq. Bu da 180 vur 4, yəni 720 dərəcə. Deməli, 720 dərəcədən onda bizə 3-ü məlumdur. Bu 3-ünü çıxacağıq. 140 üstəgəl 150 üstəgəl 160. Deməli, 140 ilə 160 elədi 300, 150, 450, cavab eləyəcək 270 dərəcə. Deməli, yerdə qalan bu bucaqlar 270 dərəcə. Onda 2K üstəgəl 3K üstəgəl 4K bərabər 270. 9K bərabər 270. K bərabər 30. Yerinə yazsaq bu bucaq olur 60 dərəcə. Bu bucaq olacaq 90 dərəcə. Bu bucaq olacaq 120 dərəcə. Bu altı bucaqlının ən kiçik bucağını soruşur. Cavabımız olacaq 60 dərəcə, yəni B variantı. Keçək 3-cü suala. Deyir, AD parçası ABC üçbucağının təmböləndir. ABC üçbucağı çəkək. ABC AD parçası çəkək və təmbölən olduğunu deyir. Ona görə burada alfa yazırıq. Sonra AB 18, AC 15, BD çıx DC 2-yə bərabərdir. Belə eləyək dostlar, BD çıx DC bərabər 2. Buradan biz BD-ni tapsaq, 2 üstəgəl DC, düzdürmü? DC-yə bir dənə x desək, onda DC x desəm, BD nəyə bərabər olacaq? 2 üstəgəl x-a. Təmbölən xassəsini tətbiq eləyək. Deməli, 18 böl 2 üstəgəl x bərabərdir 15 böl x. Çarpaz vursaq, 18x bərabər 30 üstəgəl 15x. 3x bərabər 30, x bərabər 10. Biz x-i, yəni DC-ni 10 tapdıq. Onda BD 10 üstəgəl 2, yəni 12 olacaq. Bizdən BD-ni soruşur. Cavabımız olur 12 B variantı. 4-cü sualı keçək dostlar. ABCD kvadratının B təpəsindən kvadrat müstəvisində BK perpendikulyarı qaldırılmışdır. Aha, BK perpendikulyarı qaldırılıb. Tamam. Kvadratın tərəfi 5, KCD üçbucağının sahəsi 32. Deməli, bax, bu üçbucağın sahəsini bizə verib 32, tam onda 5 olarsa BK-nın uzunluğunu tapın. Bunu soruşur bizdən, x dedik bura. Dostlar, deməli, biz burada nəyi bilməliyik? 3 perpendikulyar teoremini bilməliyik. 3 perpendikulyar teoreminə əsasən, əgər mailin, bax, burada mail nədir? KC. KC burada maildir. KC-nin proyeksiyası nədir? KC-nin proyeksiyası da BC-dir. Mailin proyeksiyası müstəvi üzərindəki hər hansı bir düz xəttdə, yəni hər hansı bir düz xətt də bizdə burada CD-dir. Mailin proyeksiyası müstəvi üzərindəki hər hansı bir düz xəttdə perpendikulyardırsa, deməli, mailin özü də bu düz xəttdə perpendikulyardır. Buranı səliqəli yazım. Yəni, bizdən aldığımız nəticə nədir? Bax, bu KC düz xətdir. CD düz xəttinə nədir? Perpendikulyardır. Yəni, burada bir düzbucaqlı üçbucaq var. Kvadratın tərəfinin 5 olduğunu deyir. Yəni, bu hissələr 5-dir. KC-yə bir A desək, bu düzbucaqlı üçbucağın sahəsi 2-də 1 vur 5 vur A bərabər 32,5. Buradan A-nı tapsaq, 32,5-i vuracaq 2-yə, böləcək 5-ə. Bu da eləyir, deməli, neçə edir? 64, 65 böl 5. Yəni, kvadratın tərəfinin, daha doğrusu, KC-nin 13 olduğunu tapdıq. KC əgər 13-dürsə, onda biz KD-ni də tapa bilərik. Bizdən nəyi soruşur? Bizdən BK-nı soruşur. Onda belə eləyək. BK-nı soruşursa, biz BC-ni kvadratın tərəfidir deyə 5 olduğunu bilirik. BC 5-dir. KC 13-dür. Burada BK-ya da bir x desək, Pifagor teoremini tətbiq edəcək. X kvadrat üstəgəl 5-in kvadratı bərabərdir 13-ün kvadratı. Buradan da x bərabər olur. Deməli, neçə? 12. 169 çox 25. 144. Ondan da kök alsaq 12. Yəni, cavabımız olur D variantı.
Davam edirik. Deməli, növbəti 5-ci sual ilə. Deməli, y bərabər 2x çıx x kvadratı və y bərabər 0 xətləri ilə hüdudlanmış fiqurun sahəsini tap. Dostlar, deməli, əyrilərlə hüdudlanmış fiqurların sahəsi bəhsidir. Biz baxırıq ki, bu funksiya y bərabər 2x çıx x kvadrat funksiyası təxminən belə bir funksiyadır. Qollar aşağıdır, çünki x kvadratın əmsalı -1-dir. Y bərabər 0 düz xətti isə, dostlar, bax bu x oxudur. X oxu elə bizdə y bərabər həmçinin y bərabər 0 düz xətti deməkdir. Biz indi bu fiqurun sahəsini tapmaq üçün ilk öncə nə etməliyik? İlk öncə verilən y-ləri bərabərləşdirməliyik. Bərabər 0. Buradan tapırıq ki, x bərabər 0, bir kökümüz 0-dır. Bir kökümüz isə 2-yə bərabər olur. Yəni bu hissə olacaq 0, bu hissə olacaq 2. Biz indi bax bu hissənin sahəsini tapmaq üçün yuxarıda qalan funksiyanın sahəsindən, yuxarıda qalan funksiyamız nə idi bizdə? 2x kvadrat, 2x çıx x kvadrat. Aşağıda qalan nə idi? Y bərabər 0. Yəni bu da y bərabər 0-dır. Bax bu düz xətt. Düz xətt y bərabər 0-dır. Yəni 2x kvadrat çıx x kvadrat çıx 0 və bunu inteqrallayacağıq 0-dan 2-yə qədər. dx. Tamam, bax bu cür hesablayacağıq. Deməli, aydın məsələdir ki, bundan 0 çıxanda elə özü qalır. 0-dan 2-yə 2x çıx x kvadrat dx. Bunun inteqralını tapsaq, 2x bizdə x kvadratının törəməsidir. X kvadratı isə x kubu böl 3-ün törəməsidir. Newton-Leibniz düsturuna əsasən burada 2 0 qiymətlərini yerinə yazıb hesablamalıyıq. Olacaq 2-nin kvadratı çıx 2-nin kubu böl 3-ün 2-nin kubu böl 3 çıxılsın 0-ın kvadratı 0-ın kubu böl 3. Hesablasaq, deməli 8 çıx 8 böl 3. Bu da bizə verəcək 3-də deməli 24 çıx 8, 3-də 16. Cavabımız olacaq 3-də 16-dır, amma baxırıq variantda. Deməli burada harda səhvə yol verdi? 2-nin kvadratı bizə 4 eləyir. 4 olsa əgər bu 4-dən 3-də 8 çıxsaq, 3-də deməli 4. Cavab olur 3-də 4 və yaxud da 1,3-də 1 A variantında var. Elə 3-də 4 kimi veriblər. Davam edirik dostlar 6-cı sualla. N ədədini 35-ə böldükdə natamam qismətdə m, qalıqda m kubu alınırsa, qalıq bərabərdir m kubu. N-in ən böyük qiymətinin rəqəmlərinin cəmini tapın. N-in ən böyük qiymətini tapaq. Ən böyük qiyməti tapaq, sonra rəqəmlərini cəmləyərik. Deməli, buradan n-i tapmaq istəsək, 35 vur m üstəgəl m kubu. İndi nə edə bilərik? Biz bilməliyik ki, ümumiyyətcə, qalıq hər zaman böləndən kiçik olmalıdır. Qalıq kiçikdir bölən. Yəni bizdə qalıq m kubudur, bölən isə 35-dir. M kubu 35-dən böyükdür. Daha doğrusu kiçikdir. Onda bizdə m neçə ola bilər yoxlasaq və m-nin natural ədədlər olduğunu nəzərə alsaq, m məsələn 4 olsa bu 64 eləyir. M kubu 64 eləyir. Deməli m 4 ola bilməz. 3 olsa 27 eləyir. 2 olsa 4 eləyir. 1 olsa da 1 eləyir. Yəni bu 3 qiymət ödənilir. Amma bizdən nə soruşurdu misalın içərisində? N-in ən böyük qiyməti. N-in ən böyük qiymətini də almaq üçün, baxın bura, deməli biz m-in nə etməliyik? M-in də böyük qiymətini yerinə yazmalıyıq. N bərabər olacaq 35 vur 3 üstəgəl 3-ün kubu. Hesablasaq, deməli 105 üstəgəl 9, 114. Rəqəmlərini də cəmləsək cavab olacaq 6, yəni A variantı. Davam edirik. Deməli 7-ci sualından kəsirini ixtisar edin. Sadə sualdır. Necə yaza bilərik? X çıx kök 5, x üstəgəl kök 5
böl x çıx kök 5 ixtisardan sonra cavab qalır x üstəgəl kök 5, yəni B variantı. Davam edirik növbəti 8-ci sual ehtimal sualıdır. Torbada eyni ölçülü 4 qırmızı, qırmızı 4, qara 3. Bu torbadan təsadüfən 5 kürəcik götürüldükdə torbada bir qara, bir qırmızı kürəciyin qalması. Dostlar, bunu müxtəlif yolla yazmaq olar. Mən düşünürəm ən sadəsi belə. Bir qara qalırsa, deməli mən neçə dənə qara götürmüşəm? 2 qara və neçə qırmızı götürmüşəm? 3 qırmızı götürmüşəm. Aydın məsələ ki, bu cürdür. Deməli, mən torbadan onda 5 kürəcik götürdümsə, ümumi neçə kürəcik var bizdə? 4, 3, 7 kürədən 5'ini götürdüm və götürdüklərimdən ikisi qara olsun, 3'ü isə qırmızı olsun. Qara kürəciklərin sayı 3'dür, 3'dən ikisi qara, qırmızı kürəciklərin sayı isə 4'dür, 4'dən isə 3'ü qırmızı. Sonra da bunu hesablayaq. Deməli, kombinizon 7'dən 5 aydın məsələdir. Kombinizonun düsturuna əsasən kombinizon 7'dən 2 deməkdir. Kombinizon 3'dən 2, kombinizon 3'dən 1 deməkdir. Kombinizon 4'dən 3 də kombinizon 4'dən 1 deməkdir. Kombinizon 3'dən 1 bizə 3 verir, 4'dən 1 bizə 4 verir. 7'dən 2 isə qısa qayda ilə hesablasaq, 7 vur 6, məxrəcdə isə 1 vur 2. Sürətdə aldıq 12, məxrəcdə aldıq deməli 21. 3'ə ixtisar eləsək 7, 4. Cavab olur 7'də 4, yəni B variantı. Davam edirik növbəti 9-cu sualla. A, C nöqtələri verilmişdir və C nöqtəsi AB parçasının orta nöqtəsidir. B nöqtəsinin koordinatlarını tapın. Dostlar, bunu vizual təsvir edeyim, daha rahat başa düşülsün. Deməli, C nöqtəsi AB parçasının orta nöqtəsidir. A nöqtəsinin koordinatlarını yazın. -1, 0. C nöqtəsi 3, 0, 1. B nöqtəsi x1, y1, z1 kimi yazsaq. B nöqtəsinin bizdən koordinatlarını soruşur. Aydın məsələdir, parçanın orta nöqtəsinin düsturuna əsasən 3 bərabərdir. Bax, bu 3 bərabərdir. x1 üstəgəl 2 böl 2. Buradan x1'i hesablasaq 4 eləyəcək. Sonra 0, yəni bu y2 bərabərdir. -1 üstəgəl y1 böl 2. Buradan y1'i hesablasaq, deməli y1 neçə olacaq? 1 olacaq. y1 bərabərdir 1. Sonra 1 bərabərdir, yəni z bərabərdir. A nöqtəsinin z, yəni 0. Üstəgəl B nöqtəsinin z-i də elə z1-lə işarə eləmişdik. Böl 2. Buradan z1 bərabər olur elə 2. Deməli, biz nöqtənin, yəni B nöqtəsinin koordinatlarını tapdıq. 4, 1, 2. Yəni cavab olur B variantı. Davam edirik növbəti 10-cu sualla. Təngçlər sistemindən x vur y modulda. Bunu soruşur. Dostlar, deməli, təngçləri yazım. Gəlin belə eləyək. Bunu birinci tərəf-tərəfə çıxaq. Y kvadrat çıx x kvadrat bərabərdir. 40'dan 24 çıxsaq 16. Bunu müxtəsər vurma düsturuna əsasən açsaq, y çıx x, y plus x bərabər 16. İndi isə gəlin bunu tərəf-tərəfə toplayaq. Olacaq y kvadrat üstəgəl x kvadrat üstəgəl xy ilə xy cəmləsək olur 2xy bərabərdir 40 ilə 24 cəmləsək 64. Buna baxsaq, düzdür, burada biraz səliqəsiz görsənir. Bunu səliqə ilə yazım. Deməli, burada nə yazmışdıq? Y kvadrat üstəgəl x kvadrat. Buna baxsaq, baxırıq ki, müxtəsər vurma düsturunun açılışıdır. X plus y kvadratını verir bizə, 64'ə bərabərdir. Və bu zaman x plus y 8 də ola bilər, x plus y -8 də ola bilər. İndi biz hər iki hala baxaq. 1 və 2. Birinci hala baxsaq, x plus y-in -8 olduğunu, bax, burada yerinə yazsaq, onda y çıx x-i alırıq neçə? 16'nı -8'ə bölsək, -2. İndi altından yazıram. Y üstəgəl x isə neçə demişdik? -8 demişdik. Bunları tərəf-tərəfə toplasam,
2y bərabərdir -10, y bərabər -5. Y-in -5 olduğunu hər hansı bu tənlikdə və yaxud da digərində yerinə yazsaq, x-in də -3 olduğunu alarıq və bunları bir-birinə vursaq modulda. Cavab olar 15. Aydın məsələdə ikinci varianta da baxsaq, bu ədədlərin müsbətini alacaq. Yenə də baxaq. Y üstəgəl x bərabər 16. Y plus x-in yerinə 8 yazsaq, y çıx x olur 2. Altından yazaram y plus x bərabər 8. Yenə tərəf-tərəfə toplasam, 2y bərabər 10, y bərabər 5. Y-in 5 olduğunu burada yerinə yazsam, x da 3 olar. Yenə də hasil modulu yenə də bizə 15 verər. Bu bir üsul budur. Başqa üsullarla da yazmaq olar. Gəlin onu da göstərim. Digər bir üsulla da yazaq. Bəlkə kiməsə bu üsul çətin gələr ki, mən bunun ağlıma gəlməz. Həm tərəf-tərəfə toplayım, sonra tərəf-tərəfə çıxım. Başqa üsulla da yazmaq olar. Deməli, neyniyək? 24. Tərəf-tərəfə neyniyək? Çıxaq. Tərəf-tərəfə çıxdım. Alıram y kvadrat. Gəlin tərəf-tərəfə toplayaq. Y kvadrat üstəgəl x kvadrat üstəgəl 2xy bərabər 64. Buradan alıram x plus y-in kvadratı 64. Yenə də eyni qaydada. Birinci variantda x plus y bizə 8 verər. İkinci variantda -8 verər. Yəni bizdə hasilin modulunu istədiyi üçün digər varianta baxmayaq. Elə də bundan gedək. X plus y-in 8 olduğunu aldıq. Onda mən buradan, bax bundan, bunu misal üçün təzədən sistemi ala bilərəm. Gəlin yazım. Rahat görək. X plus y bərabərdir 8. Bunlar təzədən sistemi alsaq. Buradan birinci tənlikdən x-i ortaq vuruq çıxartsam, x plus y bərabər olur 24-ə. X plus y-in qiyməti 8-dirsə, yəni bunun yerinə 8 yazsam, x olur 3. X plus y-in qiyməti indicə dedik ki, nədir? 8-dir. Onda y nə olur? Y olur 5. Yenə də yəni 3 vur 5. Cavab olur 15. Bir digər üsul budur. Yəni fərqli üsullarla yazmaq olar. Deməli, 11-ci sualda paralel köçürmədə 3 -5 nöqtəsi 3 -5 nöqtəsi köçür hansı nöqtəyə? 5 nöqtəsinə. Deməli, bu zaman nə baş verir? Baxıram ki, x-im necə dəyişib? 2 vahid artıq, nöqtə vergül. -5-dən hara gəlib? Müsbət 5-ə gəlib. Y-imiz nə qədər artıb onda? 10 vahid artıb. Doğrudan da 3-ün üstünə 2 gəlsək 5, -5-in üstünə 10 gəlsək 5. Deyir, bu paralel köçürmədə, yəni paralel köçürməmiz eyni cürdür. X 2 vahid artacaq, Y 10 vahid artacaq. -1, 3 nöqtəsi hansı nöqtəyə keçər? -1-in üstünə 2 gəlsən, eləyir müsbət 1, 3-ün üstünə 10 gəlsən, eləyir 13, yəni A variantı. Davam edirik dostlar, deməli. 12-ci sualla 2 plus 3i vurulsun 4 çıx i kompleks ədəddən hasilimizdən soruşur. Çox ədli kimi vur basırıq. 2-ni 4-ə vursam 8, 2-ni -i-yə vursam -2i, 3i-ni 4-ə vursam müsbət 12i, 3i-ni -i-yə vursam çıx 3i kvadratı. I kvadratının -1 olduğunu nəzərə alsam, -1-i -3-ə vursam eləyir müsbət 3. Müsbət 3-ün üstünə bu 8-i gəlsəm eləyəcək 11. Yerdə qaldı nə? -2i üstəgəl 12i. Bu da bizə müsbət 10i verir. Yəni 11 üstəgəl 10i cavab olur C variantı. Yəni bu da sadə sualdır. Bir neçə sadə suallar olur. Məsələn 7, 11, 12, elə 9-un özü. Bunlar yəni nisbətən sadə suallardır. İndi deməli baxırıq 13-cü suala. Funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tap. Funksiyanı yazaq. Baxıram ki, funksiyanın içində bir dənə də funksiya var. Deməli, özü də kvadratik funksiyadır. Həm də üslü funksiyadır. Deməli, mən bax, belə bir işarələmə eləsəm, gx bərabər -x kvadrat çıx 2x üstəgəl 5 və bu funksiyanın qiymətlərini araşdırsam, daha doğrusu qiymətlər çoxluğunu araşdırsam, aydın məsələdə paraboladır. A-sı -1-dir, B-si -2, C-si 5.
Parabolanın qolları üzü aşağı olur. Hədə doxumda baxsaq. Qollar üzü aşağı olur və parabola hansı qiymətləri alır? Parabola, baxın burada mənfilərdən, mənfi sonsuzluqdan gəlir hara qədər? Düz təpə nöqtəsinə qədər bütün bu qiymətləri alır. Yəni parabolanın qolları üzü aşağıdır və hansı qiymətləri alır? Mənfi sonsuzluqdan n-ə qədər. N də nə idi bizdə? Təpə nöqtəsinin koordinatı y. N-in düsturunu bilirik. Fərqli yollarla tapmaq olar. Yəni məncə belə də olar. İndi ağlıma bu gəldi, bu cür yazaq. 4a seçək b kvadrat bölü 4a. Birbaşa düsturun özüdür, n-i tapır. Və yaxud da bunu törəməklə tapmaq olar. Və yaxud da m-i tapıb təzədən gətirib funksiyada yerinə yazmaq olar və s. Deməli 4ac, 4-ü mənfi 1-ə vurdum, mənfi 4, c-yə vurdum, yəni 5-ə vurdum, mənfi 20. Çıx b kvadrat, yəni çıx 4, böl 4a, yəni böl mənfi 4. Gördük ki, bu nöqtə oldu neçə? Bu nöqtə oldu 6. Deməli, funksiyamız hansı qiymətlər alır? Gx funksiyası. Mənfi sonsuzluqdan 6 da daxil olmaqla qiymətlər alır. İndi qayıtdıq öz funksiyamıza. Y bərabər 2 üstündə, deməli, o funksiyanı başa düşdük ki, mənfi sonsuzluqdan 6-ya qədər qiymətlər alacaq. İndi biz düşünürük ki, uc nöqtələri verib yoxlayacaq. 2-nin üstündə, belə gəlin qıraqda hesablayaq. 2-nin üstündə mənfi sonsuzluq nə deməkdir? 2-nin üstündə mənfi sonsuzluq üslü funksiyadır. Yəni, üstündə nə olur olsun, ən kiçik qiyməti 0 olacaq. Amma gəlin daha dəqiq baxaq. Tutaq ki, bu təqribən 2-nin üstündə, nə bilim, mənfi 100 misal üçün. Bu nə deməkdir? 1 böl 2 üstü 100. Yəni, baxıram ki, çox kiçik bir ədəd alınır. Məxrəci böyük, get-gedə böyüyür, çox kiçik bir ədəd alınır. Amma 0-dan böyükdür, yəni müsbət ədəddir. Deməli, bu hissəsi bizdə oldu nə? 0. 0-ın özünü almır, yəni heç vaxt bu ədəd 0-a gedib çatmır. Digər hissəsi nə olur? Digər hissəsi olur 2 üstü 6. Yəni, bu da kökün altındadır. Aydın məsələdir, bu da kökün altındadır. Yəni, kökün altından yenə də 0-dan 0 çıxır bizdə. 2 üstü 6 isə kökün altından çıxarsaq 2 üstü 3, yəni o da bizə verir 8. 8-i isə dedik neyinir? Alır. Çünki 6-nı aldığı üçün 8-də alır. Deməli, qiymətlər üçün tam ədədlərin sayını 0-dan 8-ə qədər nə qədər tam ədəd var? Elə 8 dənə tam ədəd olacaq. Cavab olur A variantı. Davam edirik 14-cü sualla. B-nin həndəs silsiləsində BN plus 10, 6 üstü 3-də 2 olduqda. Demək dostlar, biz bilirik ki, həndəs silsilənin hər hansı bir həddi özündən bərabər məsafədə yerləşən hədlərin həndəsi ortasına bərabərdir. Yəni, biz burada baxırıq ki, BN plus 9 və BN plus 11 BN plus 10-dan bir addım solda və bir addım sağda yerləşir. Düzdürmü? Onda mən bunu həndəsi ortasına bərabər olduğum bu cür yaza bilərəm ki, bunların hasili bərabərdir BN plus 10-un kvadratına. Verilən ifadədə bunu nəzərə alsaq, olacaq BN plus 10-un kvadratı vurulsun BN plus 10-un özü. Yəni, bu da bizə verir BN plus 10-un kubunu. BN plus 10 isə 6 üstü 3-də 2-dir. 6 üstü 3-də 2-nin kubu da bizə verir 6 üstü 3-də 2 vur 3. O da bizə verəcək 6 üstü 2. Yəni, cavab olur 36 Y variantı. Davam edirik 15-ci sualla. Deməli, modul tənliyi. Yəni, bunu bu formada yazaq. Sol tərəfdə modul olsun, sağ tərəfdə isə digər ifadə. Modul tənliyinin həll qaydası. Bir dəfə gördüyümüz kimi açırıq. Birinci həllimiz olsun. İkinci həldə isə 1 çıx 2x kvadrat bərabər mənfi x kvadrat. Sonra bu tənlikləri həll edək. Buradan 3x kvadrat bərabər 1, x kvadrat bərabər 3-də 1, x bərabər mənfi kök 3-də 1, x bərabər kök 3-də 1. Buradan isə x kvadrat bərabər 1, x bərabər 1, x bərabər mənfi 1. Köklərimizi tapdıq. Yəni, biz bu tənliyi ümumiyyətcə həll elədik və 4 dənə kökümüz var. Tənliyin kökləri hasilini soruşur bizdən. Mənfi 1 böl kök 3 vur 1 böl kök 3
vur 1 vur -1. Aydın məsələdir. -1 bölçək 1 bölçək 3-ə vursaq, eləyəcək -1 bölçək 3, -1-i də -1-ə vursaq -1. Bunun da cavabı bizə verəcək -3/1, yəni D variantı. Davam edirik 16-cı sualla. 16-cı sualda elə şəklin üstündə işləməyə çalışaq. Deyir ki bizə OBCD kvadratının C təpəsi mərkəzi O olan çevrə üzərində. Bu C təpəsi çevrənin üzərindədir. B təpəsi isə OY radiusu üzərindədir. OY-nin radiusu olduğunu bizə deyir. B təpəsində radius üzərində olduğunu deyir. B-yə 5 vurulsun kök 2 çıx 1. B-yə bax bu kiçik hissə buradan yazaq. Kiçik hissə buna bərabərdir. 5 vurulsun kök 2 çıx 1. Çevrənin uzunluğunu tap. Dostlar, bu kvadrat olduğunu deyir. Gəlin biz kvadratın tərəflərinə A deyək. Və mən kvadratın, bax bu diaqonalını çəksəm, aydın məsələdir, kvadratın diaqonalı A kök 2 olur. Həmçinin də bu diaqonal görür ki, nəyə bərabərdir? Çevrənin radiusuna bərabər. Yəni bunu mən burada qeyd edirəm. A kök 2 bərabərdir çevrənin radiusuna. Həmçinin bizdə çevrənin radiusu OY-dir. Bax buradan OY. OY nəyə bərabərdir? Radiusa. OY-ni də yazsaq A üstə gəl BY. BY də bizdə 5 vurulsun kök 2 çıx 1. Tamam, bunların ikisi də radiusdur deyə bunları bərabərləşdirə bilərik. Kök 2 çıx 1. A kök 2 çıx A bərabər 5 vurulsun kök 2 çıx 1. Buradan A-nı ortaq vuruq çıxarsaq, kök 2 çıx 1 bərabər 5 vurulsun. Necə dəqiqə? Kökü biraz uzun çəkdim. Aha, 5 vurulsun kök 2 çıx 1. Buradan hər tərəfi kök 2 çıx 1-ə bölsək, baxırıq ki, A bərabər 5. Biz nəyi tapdıq? Kvadratın tərəfini tapdıq ki, 5-dir. İndi kvadratın tərəfi əgər 5-dirsə, bizdən nə istəyir? Çevrənin uzunluğu. Kvadratın tərəfi 5-dirsə, dostlar, onda belə çıxır ki, bizdə çevrənin radiusu olacaq 5 kök 2. 5, 5, yəni diaqonal, kvadratın diaqonalı 5 kök 2-dir. Yəni radiusumuz olur 5 kök 2. Çevrənin uzunluğu isə 2 pi r düsturu ilə tapılır. 2 vur pi vur 5 kök 2 cavab olur 10 kök 2 pi. Yəni Y variantı. Davam edirik 16-cı sualla. Limit sualıdır. Sadə limit sualıdır. X mənfi 2-yə yaxınlaşdıqda 12 çıx x kvadrat böl 5 limitini hesablayın. Sadə limiti dostlar, x-in yerini -2 yazırıq. Çıx -2-nin kvadratı böl 5. 12 çıx 4 böl 5 8 böl 5. Bu da eləcə 1/6. Yəni cavab olur C variantı. 18-ci suala baxaq. Deməli, konusun yan səthinin açılışı mərkəzi bucağı 288 dərəcə, radiusu 25 olan dairə sektorudur. Dostlar, deməli, bir konus çəkək. Konusu indi tutaq ki, açdıq. Konusu açanda, yan səthini açanda təqribən belə bir fiqur yaranır. Bu bizdə oldu konusun yan səthinin açılışı. Aydın məsələdə oturacağı da açılsa, oturacağında da bir dairə yaranır. Bu hissə həmin oturacağındakı dairənin və yaxud da çevrənin uzunluğudur. 2 pi buna r deyə bilərik. Bu hissə isə, bax bu hissə isə həmin bu hissədir. Yəni konusun doğranıdır. Deməli, nə edə bilərik? Biz indi sualın davamına oxusaq, açılış budur. Deyir ki, konusun açılışı təpə bucağı 288 dərəcə olan, radiusu 25 olan dairə sektorudur. Yəni bu bir sektordur və bu bir dairə sektorudur. Aydın məsələdir ki, burada dostlar, bu hissələrdə yəni bu bir dairənin sektorudur. Burada üzərində bir dairə qursaq,
Həm bu dairə sektordur və radiusu deyir 25'dir. Yəni bizdə doğranımız olur 25. Tamam. İndi bununla bağlı bizim düsturumuz var. Beta, təpə bucağına beta deyirik. Hansı ki bizdə 280'dir. 360 dərəcə vur R böl L düsturu ilə hesablanır. Burada dedik ki L nədir bizdə? L 25'dir. İndi betamız da 288'dir. Buradan R'i tapsaq beta vur L böl 360 belə tapacağıq. Beta 288'dir. L 25'dir. 360'a bölsək 5'i ixtisar eləsəm 5 72. Sonra bu da elə 4'ə 72'nin özünə ixtisar edəndə 4 qalır. 4'ə 5'ə vursam 20. Biz konusun radiusunu tapdıq ki 20'dir. Konusun doğranını da bilirik ki 25'dir. Onda konusu çəkdim yenidən. Radius 20'dir. Konusun hündürlüyünü tapa bilirəm. Konusun hündürlüyü də Pifagor teoremindən deməli bizdə olacaq Pifagor ədədlərinə görə 15. Yəni 25'in kvadratı çıx 20'in kvadratı 225, ondan da 15 qalacaq. Deməli biz konusunun da həcmi rahatlıqla hesablaya bilərik. Konusun həcm düsturu 3/1 pi r kvadrat vur h düsturu ilə tapılır. 3/1 pi vurulsun. Radiusumuz 20'dir. Kvadratı elədi 400. Hündürlüyümüz də 15 tapdıq. 15 ilə 3'ü ixtisar eləsəm burada deməli qaldı 5. 5'i 400'ə vursam 2000. Cavab olur 2000 pi santimetr kubu. 2000 yəni C variantı. Davam edirik dostlar. 18'den sonra 19. sualla deməli 2 vur 7 üstü x çıx 5 çıx 7 üstü 1 minus x çıx 5 böyükdür 13 bərabərsizliyini həll edin. Dostlar deməli neyniyək? Burada artıq işarələməni görürəm. Yazaq sonra işarə eləyək. Çıx. Burada aydın məsələdə qüvvətlər bölmə zamanı çıxılır. Onda bu olar 7 üstü 1 bölünsün 7 üstü kökün altında x çıx 5. 13'ü də keçirsək bərabərsizliyin sol tərəfinə. Çıx 13. İndi biz 7 üstü x minus 5'ə bir t desək olacaq 2 vur t çıx 7 böl t çıx 13 böyüktür 0. Hər tərəfi t'yə vursam 2t kvadrat çıx 13t çıx 7 böyüktür 0. Diskriminantla həll eləsəm 169 çıx 4 vur 2 vur 7. Burada 7 mənfi olduğu üçün toplam olacaq. 56, 169, 225. Bu da 15'in kvadratı deməkdir. T1 bərabər 13 üstəgəl 15 böl 2 vur 2 yəni 4. Bizdə elədi 7. T2 bərabər 13 çıx 15 böl 4 mənfi deməli 4'də 2 yəni mənfi 2'də 1. Bərabərsizliyimizin həllinə davam eləyək. Deməli aldığımız bu kökləri ədəd oxunda qeyd edirik. Bölürük. Sağdan qiymət versəm müsbət, mənfi, müsbət. Bizə hansı lazım idi? Baxın böyükdür 0. Yəni bu hissə və bu hissə. T deməli burada dəyişir. Mənfi sonsuzluqdan yazaq onu gəlin. T daxildir. Mənfi sonsuzluqdan mənfi 2'də 1'ə birləşsin 7'dən müsbət sonsuzluğa. T bizdə nə idi dostlar? T bizdə 7 üstü yazaq buradan təzədən 7 üstü kökün altında x çıx 5. Biz əslində bayaqki sualda da buna oxşar bir vəziyyət var ki, üslü funksiya, yəni baxırıq ki, üslü funksiyadır. 7'nin üstündə nəsə. Üslü funksiya heç vaxt 0 ola bilmir və mənfi qiymətlər ala bilmir. Onda bax bu hissə, baba, mənfi sonsuzluqdan mənfi 2'də 1. Bu hissə bizdə ödənmir. Yəni T, yenə deyirəm, mənfi ədədlər heç 0'ın özünü belə ala bilmir. T bərabər. Bunu biraz səliqəli yazın. X çıx 5. Tamam, bu hissə olmur. Deməli, T nə ala bilər bəs? T 7'dən deyir nədir? Müsbət sonsuzluğa dəyişir. Onda 7 üstü x çıx 5 daxildir 7'dən müsbət sonsuzluğa. Bu da nə deməkdir? Yəni
T 7-dən müsbət sonsuzluğa, yəni T böyükdür 7 deməkdir də. T böyükdür 7 desəm, bunun cavabı nədir? Cavabı T daxildir 7-dən müsbət sonsuzluğa. Yəni onda yaza bilərəm 7 üstü x çıx 5, yəni T'miz budur. Böyükdür 7-dən. Bu da 7 deyil, 7 üstü 1 də yazmaq olar. Artan funksiyadır, əsas 1-dən böyükdür, yəni 7 1-dən böyükdür deyə. X çıx 5 də kökün altında. Böyük olacaq 1-dən. Yəni bu hissələri götürüb böyükdür dedik. Kvadrata yüksəltsəm x çıx 5 böyükdür 1-dən, x böyükdür 6-dan. Cavab olur 6-dan müsbət sonsuzluğa, yəni Y variantı. Nisbətən biraz düşündürücü sualdır. İndi baxırıq 20-ci suala. Oturacaqları 12, 18 diaqonalları isə qarşılıqlı perpendikulyar olan bərabəryanlı trapesiya. Bərabəryanlı trapesiyanı çəkək. Bərabəryanlı trapesiyanın diaqonalları perpendikulyardır deyir. Diaqonallar perpendikulyardır və bərabəryanlı trapesiya olduğu üçün diaqonallar ilə bir-birinə bərabərdir. Mən nə edə bilərəm? Bax, bu diaqonalı görürəm. Bu diaqonalı paralel və bu təpədən eyni diaqonalı çəkərəm və eyni uzunluqda. Və bu qalan hissəni birləşdirərəm. Yenə nədir? Paralel çəkdik. Onda bu hissə də bu hissəyə paralel olur. Oturacağın biri 12 idi, biri 18-dir. Burada paralelogram yaranır və bu hissə də olur 12. Və bu diaqonalı paralel çəkdiyim üçün burada 90 dərəcə olduğu kimi, baxın, bu diaqonala paraleldir və bu düz xəttə nə edir onları? 90 dərəcə buzaq altında kəsir. Onda bizcə deyil dostlar. Onda deməli nə baş verir? Bu hissə dedik bizdə diaqonaldır. Onda burada diaqonaldır. Bərabər yanlı bir üçbucaq alırıq. İstəyirəm o üçbucağı, özü təpə bucağı da 90 dərəcə. Bu üçbucağı çöldə çəksəm, bax bura D, burada 90. Həmin bu 12, burada sanki 12 var, burada 18. Yəni oturacağı da 30-dur. Bizdən trapesiyanın sahəsini soruşur. Trapesiyanın sahəsi üçün mənə hündürlüyü lazımdır. Yəni mən buradan bir hündürlük çəksəm, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən median olmuş olur bu. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqdır. Median da düzbucaq təpəsindən çəkilən median da hipotenuzun yarısına, yəni 15-ə bərabərdir. İndi bütün bu əldə elədiklərimizi yenidən yazsaq, oturacaqlardan biri 12, biri 18, hündürlüyümüz isə deməli neçə tapmışdıq? 15. 15-dirsə trapesiyanın sahə düsturunu yaza bilərik. Oturacaqları cəminin yarısı ilə hündürlüyü hasilinə bərabərdir. Deməli 12, 18, 30, 15, 15. Cavabımız olur 225. Yəni A variantı. Davam edirik dostlar. Növbəti sualla. Ümumiyyətlə belə bir qayda deyim 20-ci sualla bağlı yadda saxlayın. Əgər bərabər yanlı trapesiyadan gedir söhbət. Bərabər yanlı trapesiyanın diaqonalları perpendikulyardırsa, bərabər yanlı trapesiyanın diaqonalları perpendikulyardırsa, hündürlük orta xəttə bərabərdir. Bunu belə əzbər də yadda saxlaya bilərik və yaxud da izahını göstərdim yuxarıda misal həll edərkən. Bərabər yanlı trapesiyanın diaqonalları perpendikulyardırsa, hündürlük orta xəttə bərabərdir. Davam edirik 21-ci sualla. 2 vurulsun 3x minus 11 kiçikdir x çıx 1 bərabərsizliyini həll edin. Bərabərsizliyi dostlar necə həll edək? Hər iki tərəfi kvadrata yüksəldək. Olacaq 4 vurulsun 3x çıx 11 kiçikdir. X minus 1-in kvadratı bizə verəcək x kvadrat çıx 2x üstəgəl 1. Müxtəsər vurma düsturuna əsasən. Deməli 12x çıx 44 çıx x kvadrat üstəgəl 2x çıx 1 kiçikdir 0. Hamısını sola keçirtdik. Aldığımız nəticəni yazaq. Mənfi x kvadrat üstəgəl 14x çıx 45 kiçikdir 0. Hər tərəfə mənfiyə vuraq. X kvadrat çıx 14x üstəgəl 45 böyükdür 0. Buradan köklər V terminə əsasən görsənir ki 9 və 5-dir. Müsbət 9 və müsbət 5. 5
9 qeyd elədik. Müsbət, mənfi, müsbət. Bizə lazım olan aralıqlar bax görürük ki, müsbətlərdir. Yəni bu hissələri biz cavab olaraq götürürük. X daxildir. Mənfi sonsuzluqdan 5-ə birləşsin 9-dan müsbət sonsuzluğa. Amma dostlar, biz nə etməliyik? Biz baxırıq ki, və yaxud da misalın özündə də baxmaq olar. 3x çıx 11 kökün altındadır. 3x çıx 11 kökün altındakı ədədi nə edirik? Böyük bərabər 0 eləyirik. Çünki burada məsələn bax bu x-dir, bu aralıqda mənfi sonsuzdan 5-ə qədər. X-a mənfi 100 versəm, bərabərsizlikdə nə baş verir? Kökün altında mənfi ədəd yaranır. Deməli, buradan da 3x böyük bərabər 11, x böyük bərabər 11 böl 3. Yəni, x böyük bərabər neçə düşür burada? 3/3-də 2. Deməli, x həm də 3/3-də 2-dən böyük bərabərdir. Bax, bunu və bu aldığımız nəticəni ikisini birləşdirib ortaya belə bir şey çıxar. 3/3-də 2 daxil olmaqla 3/3-də 2-dən 5-ə qədər, 5 daxil olmamaqla birləşsin 9-dan müsbət sonsuzluğa qədər. Variantlarda deməli olacaq Y variantı. Davam edirik 22-ci sualına. Funksiyası 3-ün f' x bərabər 0 təninin kökləri cəmi tapaq. Deməli dostlar, funksiyanın törəməsini tapaq. Bərabərdir 6x kvadrat üstəgəl 18x çıx 24 bərabər 0. Hər tərəfi 6-ya bölsəm, x kvadrat üstəgəl 3x çıx 4 bərabər 0. Təninin kökləri cəmi bizdə nə olur? Y teoreminə əsasən olur -3. Yəni cavabımız olur Y variantı. Davam edirik 23-cü sualla. Deməli 7 üstü 2-də 1 vur loqaritm kök 7 əsasdan 3-ün kvadratı vur loqaritm kök 3 əsasdan 7 ifadəsinin qiymətini hesablayın. Dostlar, gəlin buradan bu 7-ni silək. 7-ni axıra yazarıq. Bunu bir hesablayaq. Sərgiyə salaq. Deməli, 2-də 1 vurulsun. Loqaritm kök 7-ni, deməli, 7 üstü nə yaza bilərəm? 2-də 1. Düzdürmü? Əsasdan burada da kvadrat. Mən bu 2-də 1-i loqaritmin qarşısına əmsal kimi gətirə bilirəm, amma loqaritmin əsasının qüvvəti gələndə tərsinə çevrilib gəlir. Yəni, demək istədiyim budur ki, bu bərabər olur. 2-də 1 vurulsun. Bax, bu 2-də 1 qarşıya tərsinə gələndə olur 2. Loqaritm 7 əsasdan 3-ün kvadratı. Bunun deməli davamı da var. Davamını da indi yazarıq. Gəlin və yaxud da davamını indi yazarıq. Deməli, nə oldu burada? 2-də 1 bu 2-nin kvadratı elədir 4. Loqaritm 7 əsasdan 3-ün kvadratında gəlin elə belə yazaq. Loqaritm 7 əsasdan 3 vur loqaritm 7 əsasdan 3. Bunu da vursaq, bizə verəcək burada ixtisarlardan sonra 2 vur loqaritm 7 əsasdan 3 vur loqaritm 7 əsasdan 3. Aha, bu hissəni həll elədik. Bu ifadə həm də nəyə vururdu? Loqaritm kök 3 əsasdan 7-yə. 2 vur loqaritm 7 əsasdan 3 vur loqaritm 7 əsasdan 3 vur loqaritm nəyə vururduq dedik? Kök 3 əsasdan 7-yə. Kök 3-ü 3 üstü 2-də 1 kimi yazsam, 2 qarşıya əmsal kimi gələcək. Burada bu 2 ilə bu 2-ni vursam eləyir 4. Loqaritm 7 əsasdan 3 vur loqaritm 3 əsasdan 7 vur loqaritm 7 əsasdan 3. Bunu da hesablasaq 4. Burada 3-lər və 7-lər bir-birini aparacaq. Burada 1 qalacaq. Olacaq 4 loqaritm 7 əsasdan 3. İndi davam eləsək misalın davamına. 7 üstü biz nə yazmışdıq? 7-ni silmişdik. Qüvvəti hesabladıq. Loqaritm 7 əsasdan 3 bərabərdir. Loqaritmin xassəsinə əsasən 3 ilə 7 bir-birinin yerini dəyişə bilir. 4 loqaritm 7 əsasdan 7 olur 3 üstü 4. O da olur cavab 81. Növbəti sualla davam eləyək.
24-cü sualdan davam edək. Deməli, 24-cü sualda verilən şəkli çəkək və yaxud da gəlin üstündə işləyək. Deməli, buradan əldə etsək, biraz böyüdüm şəkli, mümkün qədər. Deməli, burada paralelliyi gördük, perpendikulyarı gördük. KAD. KAD 60 dərəcə və bura deməli KAD 60 dərəcə. Deməli dostlar, ilk nədən başlayaq? Bura 90-dırsa, burada 90-dır. Onda burada 90-dır. Onda bu hissə də 90-dır. Burada 60 veribsə, onda burada qalan hissə olacaq 30 dərəcə. Bunu yazdıq. B'də 7.5, N'də 7, M'ni soruşur. M'inə 1x dedik. Deməli dostlar, biz baxırıq ki, A, D, B üçbucağında düzbucaqlı üçbucaqda bura 90-dır. 30 dərəcəli bucaq qarşısında 7.5 durubsa, 90-ın qarşısı, yəni AD-miz nə qədər olacaq? 2 misli, yəni 15. 15 olacaqsa, onda AE-nə qalır bizdə burada 8. A-in oldu 8. Onda bu üçbucaqlar burada da 90 dərəcə yarandığı üçün oxşarlığı tətbiq edib yazmaq olar və yaxud da ki, elə Pifaqor teoremindən davam eləmək olar. Burada deməli, baxın bu üçbucağa 90-ın qarşısı neçə oldu? 8. Onda 30-un qarşısı nə olacaq? X-imiz, yəni nə olacaq? X bərabər olacaq 4-ə. Belə də çox da çətin sual deyildi, normal səviyyəli sualdır. Sonra 24-dən sonra davam edirik 25-ci sualla. Burada düzəliş eləyək. Deməli, 780 ədədi elə iki ədədin cəmi şəklində göstərilib ki, birinin 80%, digərinin 24%-nə bərabərdir. Bunun 80%, yəni vur 80 bölü 100, digər ədədə də B desəm, onun 24%-nə bərabərdir. Burada yüzlər ixtisar getsə, 80-in 24-ü 8-ə ixtisar aparsaq, burada 10 qalar, 8-ə aparsaq 3 qalar. Aldıq ki, 10A bərabər 3B. Buradan A bərabər 3K, B bərabər 10K aldıq. Deyir ki, bu ədədlər cəmi 780-dir. 3K üstə gəl 10K bərabər 780. 13K 780, K bərabər 780 böl 13. Bu da neçə dəfə düşür? 6, 60 dəfə. K 60-dırsa, bu ədədlərdən biri olur 180, digəri olur 600. Bu ədədlərdən böyüyünü tapın, cavabımız olur 600. Davam edirik 26-cı sualla. 26-cı sualda deyir ki, bunu silək. Hündürlüyü 24 olan yan üzünün oturacaq müstəvisi ilə əmələ gətirdiyi ikiyüzlü bucağın sinusu 12 bölü 13 olan düzgün dördbucaqlı piramida. Yan səthi. Deməli, düzgün dördbucaqlı piramida o deməkdir ki, oturacağındakı fiqur kvadratdır. Yəni, oturacağındakı fiqur düzgün dördbucaqlıdır. Düzgün dördbucaqlı da kvadrat deməkdir. Çəkdik düzgün dördbucaqlı piramida. Hündürlüyü 24-dür. Düzgün piramida olduğu üçün təpə nöqtəsinin oturacağı və yaxud da hündürlüyün oturacağı da deyə bilərik. Bu fiqurun daxilinə və xaricinə çəkilmiş çevrənin radiusu ilə üst-üstə düşür. Simmetriya mərkəzi ilə, həmçində simmetriya mərkəzi ilə üst-üstə düşür. Müstəvisil əmələ gətirir ikiyüzlü bucağın sinusu. Deməli dostlar, bu ikiyüzlü bucağın sinusu, bax, ikiyüzlü bucağı hansını nəzərdə tutur? Bu üçbucaq ilə bax bu kvadrat arasında qalan həmin o bucağı nəzərdə tutur. İndi biz o bucağı necə təyin edirik? Biz o bucağı bax bu kəsişmə tilinə perpendikulyarlar endiririk. Deməli, bu perpendikulyarlar arasında qalan bucaq, bax bu üzün bu perpendikulyarı ilə bu üzün, yəni bu üçbucağın perpendikulyarı arasında qalan bucaq həmin o ikiyüzlü bucağın xətti bucağı adlanır. Bu çəkdiyimiz üçbucağın hündürlüyü isə nə adlanacaq bizdə? L apofem. Yəni
piramidanın apofemi adlanacaq. İndi baxırıq əlimizdə olanlara. Hündürlüyü deyir 24-dür. Bura 24. Bu aydın məsələn hündürlükdür. Bura 90 dərəcədir. Və bu hissə, bu nöqtə buranı birləşdirimsə, gərək burada kvadrat mövzusunda müəyyən qədər yaxşı səviyyədə bilək. Bu nöqtə əgər bu xətti çəkdimsə və bu mərkəz nöqtəsizsə, daxilinə və xaricinə çəkilmiş çevrənin radiusudursa, onda kvadratın tərəfi aydın məsələ ki nədir? 2 yerə bərabər olur. Yəni bura əslində kvadratın daxilinə çəkilmiş çevrənin radiusu və yaxud da A bölü 2 də demək olar buna. Yəni tərəfin yarısı. İndi sinusu, düzbucaqlı üstbucaq var. Düzbucaqlı üstbucağın sinusu nəyə bərabərdir? Qarşı katet bölünsün hipotenus. Yəni hipotenusumuz nədir burada? L apofem. L apofem neçə olduğunu deyir? 12-də buna yazaq sinus alfa yazaq buna. 12 böl 13. Burada deməli bunu da 2-yə vursaq, bunu 2-yə vursaq, L apofemi neçə alırıq? Alırıq ki, apofem 26-dır. İndi bizdən piramidanın yan səthinin sahəsini soruşur. Piramidanın yan səthinin sahə sütunu S yan bərabərdir. 2-də 1 vurulsun. Perimetr oturacaq, vur L apofem. Biz burada deməli apofemi tapdıq ki, neçə oldu? 26 oldu. Onda biz bu oturacaqda A bölü 2-nin də, yəni bu hissəni də tapa bilərik. Deməli, müxtəsər vurma üsuluna əsasən də yaza bilərik və yaxud da 26-nın kvadratı çıx 24-ün kvadratı kökün altında. Bizə həmin bu hissəni, radiusu və yaxud da A bölü 2 ilə də işarələmək olur oranı. Bu da bizə verəcək, deməli, 100 eləyir, 100-dən də çıxır 10. Deməli, bu hissənin uzunluğunu 10 tapdıq. Onda tərəfimiz olur, yəni kvadratın tərəfi olur 20. Beləliklə, bizim əlimizdə bütün məlumatlar artıq var. 2-də 1 vurulsun, perimetr oturacaq. Kvadratın tərəfi əgər 20-dirsə, perimetr olur 80. L apofemi də 26 tapmışdıq. Burada 40 vur 26. Neçə olacaq? Deməli, 26 1040 eləyir. Deməli, 40 vur 26 kimi ixtisardan sonra 8, 1040. Yan səthin sahəsi oldu 1040. Davam edirik 27-ci sualla. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Y bərabər, birincidən başlayaq. Sinus 2x vur kosinus 2x. Biz bunu biraz sadələşdirək. Bunu aydın məsələdir ki, 2 qat arqument düsturuna əsasən 2-də 1 sinus 4x şəklində yaza bilərik. 2-də 1 sinus 4x-in də bizə baxırıq ki, qiymətləri, bir də dövrü. Dövrünü hesablasaq, dövrün düsturu bu formadaydı. Sinusun dövrü 2pi-dir. Böl modul k. K da bizdə burada nədir? 4. Yəni 2pi böl 4. Bu da bizə verəcək pi böl 2. Baxırıq ki, variantları da yoxdur. Deməli, onda bunun qiymətləri çoxluğunu tapaq. Sinus 4x, sinus 100x, sinus x nə qiymətlər alır? Mənfi 1, 1. Qarşısında da 2-də 1 var. Deməli, nə olur qiymətləri? Mənfi 2-də 1, 2-də 1. Onda deməli, cavab olacaq C variantı. Birinciyə C getdi. İkinciyə baxıram. Y bərabər kosinus kvadratı 4x çıx sinus kvadratı 4x bərabərdir. Kosinus 8x, bu da 2 qat arqument üstünə əsasən. Bunun ən kiçik müsbət dövrünü tapsaq, kosinusun dövrü bizdə 2pi-dir. Böləcək 8-ə, alınacaq pi böl 4. Pi böl 4 baxıram variantlarda varmı? Y variantında var. Bəs bunun qiymətlər oblasti. Kosinus 8x-in qiymətlər oblasti. Kosinus 100x, kosinus fərqi yoxdur. Neçə x olur olsun. Mənfi 1, 1. Onda bura D variantı da getdi. D-yə bura getdi. C birinciyə. Üçüncüyə y bərabər 3 sinus x çıx 1. Funksiyanın dövrünə baxaq. Deməli, ümumiyyətlə funksiyanın dövrünün hesablanma qaydasını deyim. Məsələn, trigonometrik funksiyalardan gedir söhbət. A sinus belə deyək, kx plus b plus a, burada bir c deyək. Bu funksiyanın
ən kiçik müsbət dövrü sinusdursa əgər burada, sinusun dövrü 2pi-dir. 2pi böl modul k. Yəni burada bizə nə c lazım olur, nə b lazım olur, nə a lazım olur. 2pi böl k düsturuna hesablanır. Yəni bizə burada -1 lazım olmayacaq, 3 lazım olmayacaq. Yəni bunun dövrü olacaq 2pi böl x-in əmsalı. X-in əmsalı da 1-dir deyə cavab olur 2pi. Deməli 2pi varmı variantlarda? Bəli, A variantında var. Bəs qiymətlər çoxluğu. Sinus x-a -1 desəm, gəlin hesablayaq. -1, 1 desək, -1 desək olur -4, 1 desək olur 2. Deməli -4, 2 var mı variantlarda? Var. B variantı.